Salam əziz abituriyentlər. Növbəti videoda xoş gördük sizləri. Bu gün mən sizlərə test 19-u, yəni maqnit sahəsi və maqnit induksiyası mövzusundan Dövlət İmtahan Mərkəzinin sınaq və qəbul imtahanlarında istifadə etdiyi test tapşırıqlarını izah edəcəm. Suallara keçməzdən əvvəl kanala abunə olub paylaşmağınızı sizdən xahiş edirəm. Bir də 2025-2026-cı illər üçün, tədris ili üçün artıq qeydiyyat başlamışdır. Kim bizimlə hazırlığa davam etmək istəyirsə, nömrə kanalda qeyd etmişəm. Bu nömrə ilə əlaqə saxlaya bilər. Başlayırıq birinci sualdan. E, Hansı burulğanlı sahədir? Burulğanlı sahə maqnit sahəsinə aiddir. Maqnit sahəsi burulğanlı sahədir. Elektrik sahəsi isə burulğanlı sahə deyil. Burada cavablara baxsaq görərək ki, sükunətdəki yükün zərrəciyin elektrik sahəsi bu burulğanlı sahə deyil. Sükunətdə yüklənmiş kürənin elektrik sahəsi də burulğanlı deyil. Sükunətdəki yüklənmiş müstəvi lövhənin elektrik sahəsi də burulğanlı deyil. Sabit yükę malik olan kondensatorun elektrik sahəsi də burulğanlı deyil. Burada doğru cavab sabit maqnitin maqnit sahəsidir. Burulğanlı sahə nə deməkdir? Burulğanlı sahə o deməkdir ki, bu sahənin başlanğıcı və sonu olmamalıdır. Maqnit burada indi sabit maqnit çəkmişəm. Maqnitin qüvvə xətləri şimal qütbündən çıxır, cənuba daxil olur. Maqnitin içində də cənubdan şimala doğru. Bax, belə bir qapalı sahə əmələ gətirir. Qapalı sahə əmələ gətirdiyinə görə buna burulğanlı maqnit sahəsi deyirlər. Amma düşünün ki, bir də kondensatorun lövhələrin arasındakı elektrik sahəsi, bu bilirik ki, müsbət yükdən çıxır, mənfi yükdə sonlanır. Yəni bunun intensivlik xəttləri müsbətdən mənfiyə, yəni başlanğıcı və sonu var. Və yaxud da burada bir müsbət yük və burada bir mənfi yük varsa, bunun başlanğıcı və sonu varsa bu sahə burulğanlı ola bilməz. İkinci sual. Cəryanın istiqaməti şəkil müstəvisindən bizə doğru yönəlmiş cəryanlı naqilin ətrafında yerləşdirilmiş sərbəst dönə bilən maqnit əqrəblərinin 1, 2 və 3 qütblərini müəyyən edin. Sağ yivli burğu qaydasını tətbiq etsək, sağ əl bizdə 4 barmaq, bükülmüş 4 barmaq induksiya vektorunun istiqamətini 90 dərəcə baş barmaq isə cəryanın istiqamətini göstərir. İndi burada mən sizə çox təəssüf olsun ki, əl qaydasını göstərə bilməyəcəm, amma kömək məqsədim belə deyə bilərəm ki, əgər burada orta olsa, nöqtə olsa burada maqnit induksiya vektoru saat əqrəbi əksi istiqamətində toxuna çəkməliyik. Məsəl üçün A nöqtəsində soruşsa sola, B nöqtəsində soruşsa aşağı, məsələn B nöqtəsində soruşsa B induksiya vektoru aşağı, C nöqtəsində soruşsa sola, D nöqtəsində soruşsa yuxarı olacaqdır. Əgər cəryan x-dırsa, yəni bizdən şəkil müstəvisinə doğru gedirsə, onda induksiya vektoru saat əqrəbi istiqamətində, çevrəyə toxunan istiqamətdə yönələcək. Məsələn, A nöqtəsində sağa, B nöqtəsində aşağıya, C nöqtəsində sola, D nöqtəsində isə yuxarıya. Bax belə. İndi burada bizim bu sualımız bax birinci şəklə aiddir. Deməli bu nöqtədə B vektoru yuxarı, sola doğru yönəlir. Bu nöqtədə B vektoru aşağıya doğru yönəlir. Bu nöqtədə isə B vektoru sağa doğru yönəlir. Və biz bilməliyik ki, maqnit əqrəbinin şimal qütbü, şimal tərəfi B vektoru istiqamətində yönəlir. Yəni bax belə bir induksiya xətləri çəksək və bura bir maqnit əqrəbi yerləşdirsək, maqnit əqrəbinin şimal tərəfi həmişə eni göstərəcək. İndi bunu biləndən sonra bizim testi həll edə bilərik. Onda deməli bura S olacaq. Bu iki tərəf n-ə düşür. İndi bura n, onda bir tərəfi s-ə düşür. İndi bax bu tərəf n olacaq, 3 tərəfi də s-ə düşəcək. Deməli 3s-dir, 1 də s-dir. 1s, 3s. 2 isə n-dir. 2 isə n-dir. Doğru cavab C variantı olacaq. Növbəti sual. Şəkillərdən hansında cəryanlı naqilə bir cism maqnit sahəsində təsir edən amper qüvvəsi sıfıra bərabərdir?
Amper qüvvəsi o zaman sıfır olur ki, maqnit induksiya vektoru ilə cəryanlı naqil arasında bucaq ya 0 dərəcə olsun, ya da 180 dərəcə olsun. Yəni, maqnit induksiya vektoru cəryanlı naqilə paralel yönəlsin. Baxın, burada bu şəkildə paralelliyi siz görürsünüz. Bu şəklə əsasən doğru cavab bizdə B variantı olacaqdır. Yəni, induksiya vektoru ilə cəryanlı naqil bir-birinə paralel yönələrsə, onda amper qüvvəsi naqilə təsir etməz. Dördüncü sual. Birciz maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar yerləşmiş Mn naqilindən sabit cəryan keçir. M nöqtəsinin potensialı N nöqtəsinin potensialından böyük olarsa, naqilə təsir edən amper qüvvəsi necə yönələr? Əvvəlcə biz bu naqilə təsir edən bu naqildən keçən cəryanın istiqamətini tapmalıyıq. Biz bilirik ki, cəryan potensialı çox olan nöqtədən potensialı az olan nöqtəyə axır. Deməli, bizdə M nöqtəsinin potensialı N nöqtəsinin potensialından çoxdursa, cəryan sağdan sola, yəni M-dən N-ə doğru axır. Vəssalam, bu naqildə cəryan istiqamətini tapdıq. Cəryan istiqamətini tapandan sonra sol əl qaydasını tətbiq edib amper qüvvəsini asanlıqla tapa bilərik. Sol əl qaydasına görə amper 4 barmaq naqildə cəryanın istiqamətini, 90 dərəcə açılmış barmaq isə amper qüvvəsinin istiqamətini göstərir. Bu əlimizin içi x olanda olacaqdır. Yəni x olanda bu şəkildədir. Əlimizin üstü isə nöqtədir. Yəni B vektoru şəkil müstəsindən bizə doğru gəlir. Bizim şəkildə o formadadır. Sol əl ilə tutulur ki, B vektoru ovucumuzun içinə daxil olsun. 4 barmaq cəryan istiqamətində, 90 dərəcə açılmış baş barmaq isə amper qüvvəsinin istiqamətində olur. Yəni burada əlimizin üstü nöqtə olan versiyanı da mən burada şəkildə göstərim. Çünki mən bunu sizə çox təəssüf olsun ki, bu kompüter vasitəsilə əlimi göstərə bilmirəm. İndi bu formada olacaqdır. 4 barmaq cəryan istiqaməti əlimizin üstü nöqtədir. Baş barmaq isə Lorentz qüvvəsini, amper qüvvəsini göstərəcək. Burada doğru cavab D variantı olacaq. Növbəti sual. Düzxətli cəryanlı naqilin maqnit sahəsinin A nöqtəsinə yerləşdirilmiş sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı şəkildə düzgün göstərilmişdir? Naqilə cəryan şəkli müstəvisindən perpendikular istiqamətdə bizə doğru yönəlmişdir. Deməli, burada yenə də burada dediyimiz qaydanı sağ yivli burğu qaydasını tətbiq edirik. Sağ yivli burğu qaydasının tətbiqini mən burada göstərə bilmirəm. Ona görə də bax bu şəkildə deyirəm sizə, yenə də təkrar. Əgər nöqtədirsə, B vektoru saat əqrəbinin əksi istiqamətində fırlanacaq. İndi burada saat əqrəb istiqamətdə toxunan çəkirik və bir şey unutmayaq ki, yenə deyirəm, təkrar eləyirəm. B vektoru maqnit əqrəbinin şimal qütbünü göstərir. Yəni biz burada şəkillər çəksək, burada iki doğru cavab ola bilər. Ya A variantı, ya Y variantı. Burada nöqtə olduğuna görə B vektoru saat əqrəbinin əksinə yuxarıdır. Tutaq ki, A nöqtəsi buradadır. Burada da yuxarıdır. İndi Y variantı burada ola bilməz. Çünki S tərəfi B-ni göstərib. Burada Y ola bilməz. Bu variant D variantı isə doğrudur. Çünki N tərəfi görürsünüz ki, burada B ilə eyni tərəfədir, eyni istiqamətdədir. Digər variantlar isə ümumiyyətlə doğru deyil. Belə bir şey ola bilməz tək bir naqil üçün. Doğru cavab burada olacaq D variantı. Növbəti sual. Birinci naqilə ikinci naqil tərəfindən təsir edən amper qüvvəsi hansı istiqamətdə yönəlir? Deməli, cəryanlar eyni istiqamətdə gedərsə, bu naqillərə təsir edən amper qüvvəsi bu naqillər bir-birini cəzb edər. Birinci naqilə təsir edən amper qüvvəsi F1, ikinci naqilə təsir edən amper qüvvəsi F2 ilə şərh. Yox, əgər bu naqillərdən axan cəryan əks istiqamətdə olarsa, yəni bizim məsələdəki kimi, onda bu naqillər bir-birindən itələnər.
birinci naqilə, yəni bax birinci naqilə, yəni kimə burada o sual verin. Birinciyə təsir edən deyirsə, ox birincidən çıxmalıdır. Yəni bu itələdiyinə görə bu tərəf olacaq. Bu F1-dir. İkinciyə desəydi bu da sağ tərəf olardı. Hansına deyirsə, yəni burada hansına deyirsə iki yönlü iki aşağısı olacaq da ikinciyə deyirsə ox ikincidən çıxmalıdır. Birinciyə təsir edən qüvvə isə ox birincidən çıxmalıdır. İndi bizim məsələdə birinci naqilə təsir edən qüvvədən soruşduğuna görə onda burada cavab sola doğru, yəni bir istiqamətdə olacaq. Doğru cavab D variantı. 7-ci sual. Birinci cəryanlı naqilin maqnit sahəsi tərəfindən ikinci cəryanlı naqilə təsir edən amper qüvvəsi hansı istiqamətdə yönəlmişdir? Əvvəlcə birinci naqilin bu sağ tərəfinin nöqtə və ya x olduğunu tapmaq lazımdır. Bunun üçün sağ ivli burğu qaydasından istifadə edərək ümumiyyətlə yadda saxlayın ki, əgər cəryan yuxarıya doğru axırsa, sağ ivli burğu qaydasını tətbiq etsək, bunun sağ tərəfi x olar. Sol tərəfi isə nöqtə olacaqdır. İndi tutaq ki, cəryan yuxarıya doğru yox, sağa doğru axır. Sağa doğru axanda yuxarısı nöqtə olacaq, aşağısı x olacaq. Yəni bunun sağ tərəfi, cəryanın sağ tərəfi həmişə x-dir. Bunu biləsiniz. Deməli, indi buradan görürük ki, bu bizim naqilin, bu birinci naqilin sağ tərəfi hamısı x-dir. X-dir. İndi ikinciyə təsir edən amper qüvvəsini soruşur. Yenə sol əl qaydasını tətbiq edirik. Bax, buradakı kimi. Baxın, əlimizin içi x-dir. Əlimizi bütöv açırıq. 4 barmaq cəryan istiqamətində. 90 dərəcə açılmış barmaq isə naqildə amper qüvvəsinin istiqamətini verir. Əgər bizdə x-dir sər tərəf. Burada doğru cavab olacaq B variantı. 8-ci sual. İki cəryanlı naqil bir cins maqnit sahəsində yerləşir. Birinci naqilə təsir edən amper qüvvəsi F-ə bərabərdir. İkinci naqilə təsir edən amper qüvvəsi nəyə bərabərdir? Birinci naqil maqnit qüvvə xətlərinə perpendikulyardır. Yəni, amper qüvvəsi burada maksimumdur və İBL düsturu ilə hesablanır. Biz hər bir bölgünü D ilə işarələsək, D, D, D və burada D. Olacaq 4 dənə İBD olsun. Ya da L ilə işarələyək. 4 dənə İBL fərq eləməz. Bu ifadə F-ə bərabərdir. Buradan İBD-ni tapsaq, alarıq F böl 4. İndi bu naqilin, yəni ikinci naqilin bu hissəsinə amper qüvvəsi təsir etmir. Çünki bu hissə bu B vektoruna paraleldir. Paralel olanda amper qüvvəsi 0 olur. Qalır təkcə bu hissə. Burada da bir dənə D var. Yəni bu hissədə amper qüvvəsi, yəni ikinci naqilə təsir amper qüvvəsi İBD yazacağıq. Bu da F bölünsün 4-ə bərabərdir. Doğru cavab A bəndi. Növbəti sual. İki paralel cəryanlı naqil arasındakı maqnit qarşılıq təsir qüvvələrin istiqaməti hansı şəkildə düzgün təsvir edilmişdir? Az əvvəl qeyd etdik ki, naqillərdən axan cəryanın istiqaməti eyni olarsa, bu naqillər bir-birini cəzb edər. Əks istiqamətdə olarsa, bu naqillər bir-birini dəf edər. İndi burada, baxın, əks istiqamətdə gedib A bəndində, amma bir-birini cəzb edib göstərib. Bu doğru deyil. Burada ümumiyyətlə hər iki tərəfdə belə olmaz. Burada doğru cavab C variantındadır. Çünki naqillər əks istiqamətdə axır, biri aşağı, biri yuxarı axır. Onda bu naqillər bir-birini dəf edəcəklər. Doğru cavab C variantı. Cəryanlı P naqilinə M və N naqilləri tərəfindən təsir edən əvəzləyici amper qüvvəsinin istiqaməti göstərilmişdir. M və M naqillərində cəryan istiqaməti hansıdır? Bu əvəzləyicidir. Bunun qollarını ayıraq. Bunun bir qolu belə yuxarıya doğru gedir. Bir qolu isə aşağıya doğru gedir ki, bunların əvəzləyicisi sola doğru yönəlib. Deməli, bu P-də hansı işarəlik var? P-də nöqtədir. Yəni, cəryan bizdən şəkil müstəvisinə doğru gedir və ona təsir amper qüvvəsi yuxarıdır. Deməli, N-dəki də
X imiş ki, çünkü dedi axı, əks istiqamətdə gedən cəryan, əks istiqamətdə axan cəryanlı naqillər bir-birindən itələnər. Deməli, bu P ilə N əks işarəliymiş. Deməli, N-ə biz nöqtə yox, X qoyuruq. Burada isə M-ə doğru cəzb olunub. M-ə doğru cəzb olunma varsa, deməli, M də bununla eyni istiqamətdəymiş. Yəni əziz şagirdlər, demək istəyirəm ki, bax cəryan belə yuxarı gedəndə belə göstərmək olur ki, bunlar eyni istiqamətdə gedir. Amma cəryan bizdən gələndə və ya bizə gedəndə onları şərti işarə ilə göstərirlər. Yəni bax iki cəryanlı naqil, bax bu o deməkdir ki, birinci cəryanlı naqillə ikinci cəryanlı bir-birinə paraleldir və bizə doğru gəlir. Və biri hər ikisi x o deməkdir ki, bunlar paraleldir və bizdən gedirlər. Yəni bizdən şəkil müstəvisinə doğrudur. İndi necə ki mən ruçkanı bu kompüterin ekranına tutub yazıram, ha. Bu o deməkdir. Bu şəkil o deməkdir. Bizdən müstəviyə doğru. Sizin müstəviniz dəftərinizdir. Sizin vektorunuz isə əlinizdəki ruçkadır. Hə, deməli M nöqtəsində də nöqtəymiş. Yəni cəryan şəkildən bizə doğru gəlirmiş. Hə, deməli burada cavab olacaq M nöqtəsində nöqtə, M nöqtəsində isə X. Doğru cavab olacaq A bəndi. İndi mən bunu bir başqa üsulla izah edeyim. Başqa cür düşsə daha sadə olardı. Necə düşsəydi müəllim deyə sorsanız, tutaq ki bu M nöqtəsində nöqtə var, N nöqtəsində isə X-dir. Və burada P nöqtəsindəki naqilə təsir edən yekun amper soruşulur. Onda nə edirsiniz? Kimə təsir edən? P nöqtəsindəki naqilə təsir edən amper qüvvəsi. Bax, bu M naqili bunu özünə doğru çəkir. Çünki eyni istiqamətdə axır. Özünə doğru çəkir. Amper qüvvəsi ilə. Bu X, yəni N naqili bunu dəf edir, itələyir o tərəfə. Bu da amper qüvvəsidir. Bunların əvəzləyisi paralelgram vuruq düz ortadan diaqonal. Bax, bu şəkildə olacaq. Yəni sual belə qoysaydı daha rahat olardı. Elə bir ki, bu məsələnin lenti də arxaya fırlayırsınız da, elə bir ki, dala qayıdırsınız. İndi bunu verib buna gəlməliyik biz. 11-ci sual. Polad üçün küli temperaturu 735 dərəcə Selsidir. Hansı temperaturda polad ferromaqnit xassəsinə malik deyil? Deməli, kül maddələri küli temperaturdan çox qızdıranda o ferromaqnit xassəsini itirir. Yəni biz burada hansı halda itirir soruşulur. Bunu biz Kelvinə keçirməliyik. Bu məqsədlə üstünə 273 gələcək. 735 üstə gəl 273. 8, 0, bu da 1000. 1008 eləyir. Deməli, Curie temperaturu 1008 Kelvindir. Cavablara baxsaq görərik ki, bundan yuxarıda olan bir dənə 1020 var. Bu halda maddə ferromant xassəsinə malik olmayacaq. 12-ci sual. Əslində 12-ci sualı artıq burada dedim sizə. Bu hissədə dedim. Amma eyb yox. Yenə bir daha izah eləyək. Birinci naqil, üçüncü naqili ondan itələyir. İkinci naqildə üçüncü naqili itələyir. Çünki əks istiqamətdə axır burada cəryanlar. Biri bizə gəlir, biri bizdən gedir. Bunların əvəzləsi belə paralelgram qururuq. Bunun ən böyük diaqonalı bu iki vektorun əvəzəsini verir. Doğru cavab C variantı olacaq. Növbəti sual. Bir cins maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar istiqamətdə yerləşmiş naqildən keçən cəryan şiddətini 4 dəfə artırdıqda ona təsir edən amper qüvvəsi 30 mikronewton artarsa, amper qüvvəsinin əvvəlki qiymətini mikronewton ilə hesablayın. Amper qüvvəsinin düsturunu yazırıq. IBL. Cəryan şiddəti 4 dəfə artarsa, amper qüvvəsi də 4 dəfə artar. Yazırıq bura əvvəl və sonra. Əvvəl F0 idisə 4 dəfə artandan sonra olar 3 F0. Və nə qədər artıb? 30 mikronewton artıb. Bunların fərqini, yəni 4 F0 çıxılsın F0'ı biz 30'a bərabər eləyirik. Buradan da alırıq ki F0 bərabər 10 mikronewton. Növbəti sual. 3 eyni cəryan şiddətinə malik paralel naqillər bir-birindən eyni uzaqlıqda yerləşmişdir. Bu naqillər və onlara təsir edən amper qüvvələrin əvəzəsinin istiqamətləri arasında uyğunluğu müəyyən edin.
Baxaq görərik ki, birinci naqillə ikinci naqil və birinci naqillə üçüncü naqili bir-birlərini cəzb edir. Birinci naqili ikinci naqili tutub özünə doğru çəkir amper qüvvəsi ilə. Hətta üçüncü naqildə birinci naqili özünə doğru çəkir. Deməli, bunların yekun əvəzəsi aşağıya doğrudur. 1-ə gedər A variantı. Yox, 1-ə gedər D variantı. İkinci naqilə baxsaq görərik ki, birinci naqil ikinci naqili özünə doğru, üçüncü naqil ikinci naqili özünə doğru çəkir və bunların arasındakı məsafə də eynidir. Bunların cəryanları da eynidir. Deməli, bu qüvvələrin qiymətləri eyni olacaq, onda bunların əvəzəsi 0 olacaq. Ona görə 2-yə gedəcək Y variantı. Və nəhayət üçüncü naqil, birinci naqil üçüncü naqili özünə doğru çəkir. Həmçinin ikinci naqil də üçüncü naqili özünə doğru çəkir. Bunların əvəzəsi də yuxarıya doğru olacaq. 3-ə də gedəcək A variantı. 1D, 2Y, 3A. Və 15-ci sual. Cəryan keçən düz naqildən eyni məsafədəki nöqtələrdə yatdığı maqnit indüksiya vektoru A nöqtəsində, B nöqtəsində və C nöqtəsində hansı istiqamətdə yönəlir? Uyğunluğu müəyyən etmək lazımdır. Baxaq, bu birinci halda dediyim kimi, bu şəkildə dediyimiz kimi sağ ivli burğu qaydasını tətbiq edirik. Deməli, bu sağ ivli burğu qaydasında nöqtə olanda A nöqtəsində B vektoru sola doğru, B nöqtəsində aşağıya doğru, C nöqtəsində sağa doğru yönəlir. Ona görə də 1-ə gedəcək sol tərəfə B, 2-ə gedəcək D variantı, 3-ə gedəcək A bəndi. B, D, A. Bütün sualları izah etmiş olduq. Sağ olun əziz abituriyentlər. Gələn dərslərdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın.